Zərdüşt Peyğəmbərlə əlaqədar nə yerlər var, gəzmişəm, dolaşmışam. Hamısını bir baxmışam. Amma bu kitabın öz mətni deyir ki, coğrafiyanı bilən adam üçün deyir ki, Zərdüşt Cənubi Azərbaycandan deyil, hətta Şimali Azərbaycandandır. Heç İranlı da deyil, biləsiniz. Şimali Azərbaycandandır və bizdəndir. İndi yeni artıq başlamışız Zərdüştü Azərbaycanlaşdırmağa. Yani Zərdüşt Peyğəmbər dünyanın Yelizaveta Mary Boss deyir. En büyük Zərdüştşünaslardan biri de İngiliz kadını deyir ki, Zərdüşt Avesta dünya mədəniyyəti tarixində bir eradır. Yani onu o kadar böyük qiymətləndirənlər var ve Avesta'da Allah'a suallar var. Yani orada Allah değilmir, Tanrı da değilmir, orada zaten yaratıcı değildir, yaratıcı. Yaratıcıya suallar var, güman edirəm o da Tanrıdır. Deyir ki, senin birinci peyğəmbərin kim olmuştur? Çok maraqlıdır. Deyir, benim bile diyalogda olan, ama diyalog necə var bunu vermir Avesta'da. Birinci peyğəmbər elə sizsiz, ben sizi tayin eləmişəm birinci peyğəmbər. Ve eğer biz söykənsək Aristotelə və Platona, ola Zərdüştü bizim eramızda neçə min il qabaq deyirlər, onun yaşadığı dövrü deyirlər. Zaten Zərdüştü dövründə xalqlar olmamıştı, qoy deyimsə, yəni xalqlar olmamıştı. Hətta şairlər də olmamıştı. Hətta ancaq bir dənə yazılı bir dənə məntəqə vardı, kiçik məntəqələr olmuştu. Yəni insanlar ibtidai dövrdə yaşayırlar. Ama bu kitaplar o kadar değerlidir, o kadar güzeldir. Burada o kadar insanlar için güzel şeyler var burada. Zərdüşt Allah'a sual verirsen kimsen? Gör o ne değil. Zərdüşt Allah'a sual verəndə Allah ona cevap verir. Yani yaratıcı deyir ki, ben elməm. Beni elimde anla. Elmi oxusan, beni oxuyacaqsan. Beni oxusan, elmi biləcəksən. Yani bu Zərdüşt özünün Avesta'dan Allah özü de Zərdüşt'ten bir elmi mənbə kimi.